Zaman maşını Əlövsət dayını 15-ci əsrə gətirir. Soruşmağa macal tapmamış, əskərlər onu padişahım deyə qarşılayıb İstanbul istiqamətinə aparırlar. Əlövsət dayı çaşqınlıqla düşünür, görəsən bu dəfə kimin yerinə keçmişəm? 1453-cü il, Konstantinopol. Bizans imperatoru keçilməz divarlara güvənir, şəhər müharibəyə hazırdır. Əlövsət dayı isə bir baxışda anlayır, bu şəhər asan təslim olmayacaq. Əlövsət dayı dişini sıxır. Ya İstanbul məni alacaq, ya mən İstanbulu. Dənizdən yol bağlananda tarixi dəyişən qərar gəlir. Gəmiləri qaradan yürüdürük. Dayanın, mən də kömək edim. Gəmilər yağlanmış taxtalarla qurudan Haliçə endirilir və bu dəli sov qərar dünya hərb tarixinə düşür. Şəhər alınır, mühasirə bitir. Konstantinopol artıq Osmanlı nəzarətindədir. Döyüş tozunun içindən ağ atın belində Əlövsət dayı şəhərin mərkəzinə doğru irəliləyir. Baxışları tək bir yerə yönəlir. Ayaz Sofya. Elə bu anda zaman maşını yenidən işə düşür və Əlövsət dayı deyinir. Ay maşın, heç olmasa bir çay içib gedərdim. Tarixi macəraları qaçırmamaq üçün videonu bəyənin, abunə olun və şərhlərdə yazın. Sizcə Əlövsət dayı növbəti dəfə hansı dövrə düşəcək?